Salam, hər vaxtınız xeyirli olsun. Coğrafiya 2-ci qrup 25 may 2025-ci il qəbul imtahanının suallarının izahatına başlayırıq. Sual 61. Dünya okeanına çay və ya kanal vasitəsilə çıxışı mövcud olan göllər. A variantı. Erie, bəli, var. Lakin Aral burada variantı pozur. Aralın dünya okeanına çıxışı yoxdur. A deyil cavab. B-yə baxırıq. Eir, burada da Eir variantı pozur. Dünya okeanına çıxışı yoxdur. C-yə baxırıq. Xəzər, bəli, Xəzər bildiyimiz kimi Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə dünya okeanına çıxır. Ontario, Onego, Ladoqa da həmçinin dünya okeanına çıxışı olan göllər sırasındadır. Yəni 61-in doğru cavabı C variantıdır. Digər variantlara da baxaq. D-də Eir yenə variantı pozur. Y-də Aral, Balxaş həmçinin variantı pozur. Deməli 61-in doğru cavabı C variantıdır. Sual 62. Daimi qar xətti sxemlərinə əsasən doğru fikri müəyyən edin. Baxaq, K dağı görürük ki, şimal yamacı qar xətti 5500 metr hündürlükdən keçir cənuba nisbətən. Bu, yəni cənub yarımkürəsində yerləşən dağdır. Çünki şimal yamacı daha hündürdən keçir qar xətti. El dağına baxırıq. El dağında əksinə cənub yamacda daha hündürdən keçir şimala nəzərən. Deməli, bu dağda şimal yarımkürəsində yerləşir. Biz bilirik ki, ekvatordan qütblərə doğru getdikcə qar xəttinin hündürlüyü azalır. İndi gəlin baxaq A variantı. K dağı şimal subtropik iqlim qurşağında yerləşir. Bu ola bilməz. Dedik, K cənub yarımkürəsində yerləşir. Deməli, A variantı doğru deyil. B-yə baxırıq. El dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Bəli, K-ya nisbətən el dağının yerləşdiyi paralel daha kiçikdir. Cavabımız B variantıdır. C-yə baxırıq. K dağının şimal yamacları cənuba nisbətən aqroiqlim ehtiyatları ilə daha zəif təmin olunmuşdur ifadəsi yanlışdır. Çünki K dağının şimal yamacında baxırıq ki, qar xətti daha yüksəkdən keçir. Yəni, bura günəşin bol düşdüyü deməli yerdir. Burada aqroiqlim ehtiyatları zəif ola bilməz. Əksinə çoxdur. C deməli səhv fikirdir. D-yə baxırıq. El dağı cənub yarımkürəsində yerləşir ifadəsi də həmçinin səhvdir. Çünki bayaq dedik, el dağı şimal yarımkürəsində yerləşir. K dağı cənub mülayim iqlim qurşağında yerləşir ifadəsi də həmçinin səhvdir. Çünki cənub mülayim iqlim qurşağında qar xətti bu hündürlükdən keçə bilməz. Deməli 62-nin doğru cavabı oldu B variantı. Sual 63. El-Erven diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Baxaq, A variantın, A-da daha doğrusu deyir Afrikada yayılmışdır. Afrikada yayılan dörd yarpaqlı meşələr, bir də savanna və seyrək meşələrdir. Yəni 1 olacaq. A getdi 1-ə. B-yə baxırıq. Parana çayı hövzəsində yayılmışdır. Bu da aid olacaq 2-yə. Parana çayı hövzəsində meşə çöl və çöllər və həmçinin dörd yarpaqlı meşələr yayılıb. B-ni yazırıq 2-yə. Sonra C-yə baxırıq. Tropik hava kütlələrinin təsirinə məruz qalır. Bu hər üçünə də aiddir. Çünki biz bilirik ki, subekvatorial və subtropik iqlim qurşaqları tropik hava kütlələrinin təsirinə məruz qalır. Ona görə C-ni aid edəcəyik 4-ə. Yəni, hər üçünə aiddir. Sonra, Avropa qitəsində yayılmışdır. Avropa qitəsində yayılanlar meşə çöl və çöllər və dörd yarpaqlı meşələrdir. Yəni, D aiddir 3-ə. Yazaq bura. Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Cənub-Şərqi Asiya regionunda dörd yarpaqlı meşələrə rast gəlinmir. Meşə çöl və çöllərə də həmçinin rast gəlinmir. Deməli, Y aiddir 3-ə. Yazaq onda. Sonra axırıncı F. Kənd təsərrüfatının inkişafı üçün əlverişli aqroiqlim ehtiyatları vardır hər üçündə. Ona görə F aid olacaq 4-ə. Deməli, baxırıq variantlara.
1-ə A, 2-yə B, 3-ə D-yi, 4-ə SF. Doğru cavab 63-də Y variantıdır. Sual 64. Uyğunluğu müəyyən edin. 1 Tataristan, 2 Xakasiya, 3 Kabarda-Balkar. Aya baxırıq. Sənaye tullantıları Volqa çayını çirkləndirir. Bu Tataristana aiddir. A getdi 1-ə. Ərazisində yenidən fəallaşmış dağlar yerləşir. Bu təbii ki, Xakasiya aiddir. B yazırıq 2-yə. Şimali Qafqaz regionunda bildiyimiz kimi Kabarda-Balkar yerləşir. Dağ turizminin inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Bu da yenə Kabarda-Balkara aiddir. Yazırıq 3-əsidir. Y-yə baxaq. Y. Seysmik cəhətdən sabit ərazidə yerləşir. Bu da Tataristana xas olan xüsusiyyətdir. Yəni 1-ə yazacaq. Variantlara baxaq. 1-ə A, Y, 2-yə B, 3-ə C, D. Y variantı doğru cavabdır. Keçdik 65-ci suala. Cədvəldə verilmiş əlamətlərə görə ölkələrlə bağlı doğru fikirləri müəyyən edin. Əlamətləri verib adam başına düşən ümumdaxili məhsulun dəyəri A ölkəsində $5800, B ölkəsində $45000. Artıq bu ilk sıralamadan artıq bilirik ki, A ölkəsi inkişaf etməkdə olan ölkədir, B ölkəsi isə inkişaf etmiş ölkədir. Əmək ehtiyatlarında iqtisadi fəal əhalinin payı 55%-dir. A ölkəsində, B ölkəsində 85%-dir. Təbii ki, bu da yəni inkişaf etmiş ölkələrə xas xüsusiyyətlərdir. Aşağı yaş qrupunun payı inkişaf etməkdə olan ölkələrdə yüksəkdir, 38%. B ölkəsində təbii ki, azdır, 14%. İqtisadiyyatın birinci sektorunda çalışanların payı A ölkəsində çoxdur, B ölkəsində isə azdır. İndi gəlin baxaq görək hansı fikirlər doğrudur. 1. A ölkəsi demoqrafik keçidin ikinci mərhələsindədir. Bəli, 1-i götürəcəyik. 2-yə baxırıq. B ölkəsi əhalinin təbii artımının azaldılması üçün demoqrafik siyasət aparır ifadəsi yanlışdır. Əksinə, əhalinin təbii artımının çoxaldılması üçün demoqrafik siyasət aparır inkişaf etmiş ölkələr. 2 səhvdir. 3-ə baxırıq. B ölkəsində təbii artımın birinci tipi xarakterlikdir. Bəli, inkişaf etmiş ölkələrdə birinci tipdir. 3-ü də götürürük. 4-ə baxırıq. A ölkəsində suburbanizasiya prosesi daha intensivdir ifadəsi yanlışdır. Çünki A ölkəsində suburbanizasiya yox, yalançı urbanizasiya daha intensivdir. 5-ə baxırıq. B ölkəsi xidmət sahələri ilə daha yaxşı təmin olunub ifadəsi doğrudur. 1, 3, 5 bizim doğru cavablarımızdır. C variantı 65-in doğru cavabıdır. 6-ya da baxaq. A ölkəsində kənd təsərrüfatı ancaq əmtəə xarakterlidir ifadəsi də yanlışdır. Çünki burada əmtəə yox, istehlak xarakterlidir. Keçdik 66-cı suala. Sxemə əsasən təzyiq sahəsinə aid doğru fikirləri müəyyən edin. Baxırıq, mərkəzdə alçaq atmosfer təzyiqidir, kənarlarda yüksək atmosfer təzyiqidir və küləyin istiqaməti saat əqrəbinin əksinədir. Deməli, bu nədir? Burada siklon təsvir olunub və şimal yarımkürəsində. İndi gəlin baxaq. Mərkəzində alçaq təzyiq sahəsi mövcuddur. Bəli, 1 doğru ifadədir. 2. Cənub yarımkürəsi üçün xarakterlikdir ifadəsi yanlışdır. Cənub yarımkürəsi üçün yox, şimal yarımkürəsi üçün xarakterlikdir. 3. Mərkəzində yüksək təzyiq sahəsi mövcuddur ifadəsi yanlışdır. Çünki mərkəzdə alçaq təzyiqdir. 4. Aydın buludsuz hava şəraiti formalaşır. Bu antisiklona xas xüsusiyyətdir. Antisiklonda aydın buludsuz hava şəraitidir. Burada mərkəzdə alçaq atmosfer təzyiqi olduğu üçün qalxan hava hökm sürür. 5. Tutqun buludlu hava şəraiti formalaşdırır. Bəli, 5 artıq doğru cavabdır. 1, 5 bizim doğru cavablarımızdır. Variantlara baxırıq. 66-nın doğru cavabı Y variantıdır. Sual 67. Dünyanın iri daş kömürü ixracatçıları, bu asan sualdır. 1. Cənubi Afrika Respublikası, bəli, daş kömürü ixracatçısı ölkədir. 2. Braziliya, yox, 3. Çili olmaz. 4. Avstraliya, bəli, bildiyimiz kimi Avstraliyada iri daş kömürü ixracatçılarındandır. Rusiyada həmçinin, Misirdə təbii ki, yox.
1, 4, 5 bizim doğru cavablarımızdır. 67'nin doğru cavabı Y variantıdır. Sual 68. Xəritə sxemdə ştrixlənmiş ölkə üçün doğru fikirləri müəyyən edin. Ştrixlənmiş ölkə bildiyimiz kimi Argentina ölkəsidir. 1-ə baxırıq, qərb hissədə əhalinin sıxlığı daha çoxdur ifadəsi yanlışdır, çünki əksinə şərqdə daha çoxdur. 2-yə baxırıq, şəkər çuğunduru, pambıq və cutun əsas ixracatçısıdır ifadəsi yanlışdır. 3 məhsuldar qırmızı qara torpaqlar yayılıb, bəli. 4. Subtropik iqlim qurşağının bərabər rütubətli iqlim tipi yayılmışdır, doğrudur. 5. Demoqrafik keçidin birinci mərhələsində deyil, 5 yanlışdır. 6. Çaylarının qidalanmasında yağış suları üstünlük təşkil edir, bu da doğru ifadədir. 3, 4, 6 bizim doğru cavablarımızdır. 68-in cavabı A variantıdır. Sual 69. Xəritə sxemi əsasən A məntəqəsindən başlayan istiqamətlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını müəyyən edin. Baxaq, A 1 mil düzü, deməli biz 1-in olduğu istiqamət üzrə getsək, mil düzündən keçəcəyik, hərəmi düzü, bəli, A doğrudur. B-yə baxırıq, 3 istiqaməti üzrə hərəkət etsək, biz vulkanik yayladan keçməliyik, bu səhvdir. C-yə baxırıq, 2 istiqaməti üzrə hərəkət etsək, biz Şirvan düzü və yan silsiləni görmüş olarıq, doğrudur. D-yə baxırıq, 1 istiqaməti boyunca hərəkət etsək, Gəncə Qazax düzü səhvdir. 2, Y-yə baxırıq, 2-də deyir, Qusar Mali Düzənliyi Mazımçay, xeyr, Mazımçaydan keçməyəcəyik. F-yə baxırıq, 3 istiqaməti boyunca hərəkət etsək, Kürəkçaydan və Şaxdağ silsiləsindən keçəcəyik təbii ki. A, C, F doğru cavablardır. 69-un doğru cavabı B variantıdır. Sual 70. 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 8 milyon 300 min nəfər, kənd əhalisi isə 3 milyon 984 min nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini hesablayın. Bu da kifayət qədər asan sualdır. Gəlin ilk öncə biz şəhər əhalisinin sayını tapaq. Bunun üçün ümumi əhalidən, yəni 8 milyon 300 mindən çıxmalıyıq. Kənd əhalisinin sayını, yəni 3 milyon 984 min nəfəri edər. 4 milyon 316 min nəfər. Bu bizim şəhər əhalimizin sayıdır. İndi bu faizlə də hesablaya bilərik. Ümumi əhalini yazırıq. Ümumi əhali nə qədər idi? 8 milyon 300 min. Bu bizim 100%-imizdir. Şəhər əhalisində neçə faiz olduğunu tapmaq üçün 4 milyon 316 min x faiz. Buradan biz x-i tapırıq. Ben birbaşa yazacağım, vaxt getməsin. 52% cavablara baxırıq. 70-in doğru cavabı C variantıdır. Sual 71. Uyğunluğu müəyyən edin. 1 Orta Araz vilayəti, 2 Kürçökəkli vilayəti, 3 Lənkəran vilayəti. A. Çay əmələ gəlmə imkanı məhdud olsa da, illik çay axımı böyükdür. Bu Kürçökəkli vilayətinə aiddir. Kür və Araz çaylarının hesabına illik çay axımı böyükdür Kürçökəkli vilayətində. Deməli A aiddir 1-ə. B-yə baxırıq, nival landşaftlar yaranır. Bu təbii ki, Orta Araz vilayətidir. Hündürlük çox olduğuna görə orada nival landşaftlara rast gəlinir. B-ni yazdıq 2-yə. Ərazinin böyük hissəsində mülayim isti iqlim tipi hakimdir. Bu təbii ki, Lənkəran vilayətinə xas xüsusiyyətdir. C-yə baxır, C-ni yazdıq 3-ə. Həm filiz, həm də qeyri-filiz ehtiyatlara malikdir Orta Araz vilayəti. D getdi 1-ə. Y-yə baxırıq, ərazisində həm meşə, həm də çöl landşaftının mühafizə edildiyi qoruqlar vardır. Bu da Kürçökəkliyi vilayətinə aiddir. İndi cavablara baxırıq. 1-ə A, D, 2-yə B, Y, 3-ə C. Bir dəqiqə. Mən yerlərini deyəsən düz yazmadım. Deməli, bir də baxaq. Dedik, çay əmələ gəlmə Kürçökəkli vilayətindədir. Amma götürüb 1-ə yazmışam. Səhv yazmışam yerini. Gəlin təzədən yazaq. Deməli, A aiddir 2-yə. 2-yə yazmalıyıq. Nival landşaft Orta Arazdadır dedik. B aid olacaq 1-ə. Yerlərini səhv yazmışam. C-yə baxırıq. Ərazinin böyük hissəsində mülayim isti iqlim tipidir. Lənkərandadır bu. C-ni yazdıq 3-ə. Həm filiz, həm də qeyri-filiz ehtiyatlar Orta Arazdaydı. Bu 1-ə gedəcək.
Sonra həm meşə, həm də çöl landşaftını mühafizə edildiyi qoruqlarda gedəcək Şür çökəkliyi vilayətinə. Bu səfər düzgün yazdım sıralamanı. Deməli, 1-ə B, D, 2-ə A, Y, 3-ə S. Doğru cavab 71-də B variantıdır. Sual 72, bu da yenə uyğunlaşdırma sualıdır. Diqqətli olaq. Qışı quraq keçən mülayim isti iqlim bu Kiçik Qafqazın dağ ətəyi və alçaq dağlıq hissələrindədir. 1-ə aiddir D. Yazaq onu. Yazaq D. 2. Bütün fəsillərdə bol yağıntılı, soyuq iqlim bu Böyük Qafqazın cənub yamaslarının orta və yüksək dağlıq sahələri üçündür. Təbii ki, Y aiddir 2-yə. Sonra 3. Yayı quraq keçən soyuq iqlimdə təbii ki, Naxçıvan Muxtar Respublikasında orta dağlıq sahələrdədir. 3-ə də B-ni yazacaq. Deməli, 1-ə D, 2-yə Y, 3-ə B. Doğru cavab 72-də A variantıdır. Sual 73. Gəncə, Qarabağ, Şamaxı fiziki coğrafi rayonlarında qışın sonu, yazın əvvəli taxıl əkinlərinin yayılmasının səbəbi bu kifayət qədər asan sualdır. Təbii ki, qışın soyuq və şaxtalı keçməsidir. Buna görə də yazda taxıl əkinlərinə başlayırlar. 73-ün doğru cavabı D variantıdır. Sual 74. Ölkənin əhalinin sayı 12 milyon nəfərdir. Bir ildən sonra əhalinin sayı 12,1 milyon nəfərə çatmışdır. Artımın 40 min nəfəri mexaniki artım hesabına olmuşdur. Orta illik təbii artımı hər 1000 nəfərə düşən təbii ki, hesablayın. Deməli, nə edəcəyik? Gəlin bu nömrəsini yazaq. 74. İlk öncə nə qədər artıb olub onu tapaq. 12,1-dən çıxarıq 12-ni. Taparıq ki, 100 min nəfər artım olub. Deməli, artımın deyir 40 min nəfəri mexaniki artım hesabına olub. Deməli, qalan da olacaq təbii artım. Ona görə biz 100 mindən çıxmalıyıq 40 mini. Tapırıq ki, 60 mini təbii artımdır. İndi gəlin, tapaq görək 1000 nəfərə düşən artımı. 12 milyona düşüb 60 min. 1000 nəfərə düşəni təbii ki, X. Buradan biz X-ı tapsaq 5%, daha doğrusu 5% yox, üzr hesablayayım, 5 nəfər olmalıdır. Cavablara baxırıq. 74-ün doğru cavabı A variantıdır. Sual 75. 75-ci sualda məsələ həllidir. Baxaq, çayın mənbəyində havanın temperaturu müsbət 1,8 dərəcə Selsi. Mənsəbində 24,3 dərəcə Selsidir. Çayın uzunluğu 250 km olub, dərəsində əsasən bərk suxurlar yayılmışdır. Bu çaya aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin ilk öncə çayın düşməsini tapaq verilənlərə əsasən. Deməli, 75. Biz temperatura görə çayın düşməsini tapa bilərik. 24,3-dən çıxarıq. Mənbədəki temperaturu, yəni 1,8-i taparıq. Nə qədər temperatur fərqi var? 22,5 dərəcə. Deməli, 1000 metrə qalxsaq 6 dərəcə temperatur düşər. 22,5 dərəcə düşməsi üçün lazım olan hündürlük X-dır. X bərabərdir. Buradan tapırıq 3750 metr. Biz meyliliyi də tapa bilərik. Meyliliyi də tapaq. Çayın düşməsi 3750-ni bölərik neçəyə? Çayın uzunluğu 250. Bərabərdir 15. Sonra, indi baxaq. 1. İndi bu verilənlərdən görürük ki, bu dağ çayıdır. Çünki 3750 metr hündürlükdən 3750 metr hündürlükdən axır. Meyillilik də 15-dirsə, deməli bu dağ çayıdır. 1. Dərəsində meandrlar geniş yayılıb. Biz bilirik ki, meandrlar düzənlik çayları üçün xasdır. 1 səhvdir. 2. Hidroenerji imkanlarına malikdir. Bəli, doğrudur. 3. Nəqliyyat imkanları genişdir. Xeyr, nəqliyyat imkanları bilirik ki, düzənlik çayları üçündür. 4. Mənbəyi böyük su ayrıcı silsiləsində yerləşir
ifadəsi yanlışdır. Çünki gördük 3750 metrdir. Sonra dağıdıcı fəaliyyəti üstündür ifadəsi doğrudur. Bəli, dağ çayı olduğu üçün V şəkilli çay dərəsi də dağ çaylarında olur. Ona görə ki, 5-6 doğru cavabdır. 75-in doğru cavabı C variantıdır. Keçək 76-cı suala. Xəritə sxemdə işarələnmiş iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin. Deməli, iqtisadi rayonlar baxırıq ki, Şəki-Zaqataladır, Quba Xaçmazdır, bir də Naxçıvandır. Deməli, birinci xüsusiyyətlər oxşar olmalıdır. İkinci isə fərqli. Gəlin baxaq. 1. Ərazilərində at, palezo, yaşıl vulkanik gün, çoxmə suxurlar geniş yayılmışdır ifadəsi yanlışdır. Oxşar xüsusiyyət deyil. Deməli, A variantı səhvdir. B-yə baxırıq. 1-də deyir, neft və təbii qaz əsas faydalı qazıntı ehtiyatlarıdır. Bu da oxşar xüsusiyyət ola bilməz. Çünki Şəki, Zaqatalada və Naxçıvanda neft və qaz ehtiyatları yoxdur. C-yə baxırıq. Deməli, birincidə suvarma şəraitində əkinçilik inkişaf etmişdir. Bəli, oxşar xüsusiyyətdir. 2-yə baxırıq. Yay otlaqlarında heyvandarlığın inkişafı üçün imkanlar mövcuddur. Bu da hər üçünə xas olan xüsusiyyətdir. Yəni, fərqli xüsusiyyət olmadığı üçün C-ni biz götürmürük. D-yə baxırıq. Bir ərazilərində buzlaq və qar ərinti suları ilə qidalanan çay keçir. Bəli, hər üçündə də var. Oxşar xüsusiyyətdir. Sonra yağıntıları bərabər paylanan mülayim isti iqlim yarımtipi müşahidə edilir. Mülayim isti iqlim tipi bu Naxçıvanda olmadığı üçün bu fərqli xüsusiyyətdir. Deməli, 76-nın doğru cavabı D variantıdır. Y-yə baxırıq. Bir bütövlükdə tektonik qalxma zonasında yerləşir ifadəsi təbii ki, yanlışdır. Çünki bütövlükdə tektonik qalxma zonasında yerləşmirlər. Oxşar xüsusiyyət deyil. Deməli, 76-nın doğru cavabı D variantıdır. Sual 77. Xəritə sxemdə rəqəmlərlə verilən ölkələrə aid olan xüsusiyyətləri müəyyən edin. Deməli, ölkələr 1 Almaniya, 2 İspaniya, 3 Türkiyə, 4 Braziliya, 5 Avstraliya, 6 Meksika. Bunu yazaq kənarda. Deməli, gəlin indi baxaq. Bir də nə deyir? 1, 3, 5 təsərrüfatda hasilat sənayesinin payı üstündür. 1, 3, 5 deməli Almaniya, Türkiyə, bir də Avstraliya. Deyir, bu ölkələrdə təsərrüfatda hasilat sənayesinin payı üstündür ola bilməz. İnkişaf etmiş ölkələrdə biz bilirik ki, hasilat sənayesi yox, emal edici sənaye payı yüksəkdir. Bu Almaniyada inkişaf etmiş ölkə olduğu üçün təbii ki, bu biri səhv olacaq. 2-yə baxırıq. 3, 4, 6. 3, 4 hansı ölkələrdir? Türkiyə, Braziliya və Meksika. Deyir, həmin ölkələrdə yalançı urbanizasiya səciyyəvidir. Bəli, bu doğrudur. 2-ni götürəcəyik. 3-ə baxırıq. 2, 4, 6. İspaniya, Braziliya, Meksika. Əhalisi Hind-Avropa dil ailəsinin eyni dil qrupuna mənsubdur ifadəsi doğrudur. 3-ü də götürəcəyik. 4-ə baxırıq. Köçürmə kapitalist ölkələr olmaqla yanaşı əsas immiqrasiya mərkəzləridir. Hansı ölkələrdir bunlar? 2, 4, 5. İspaniya, Braziliya, bir də deyir Avstraliya. İspaniya köçürmə kapitalist ölkəsi deyil deməli. Bu da səhvdir. 4 səhvdir. 5-ə baxırıq. 1, 5, 6. 1 Almaniyadır, 5 Avstraliya, 6 Meksika. İnzibati ərazi quruluşuna görə federativ ölkələrdir. Bəli, doğrudur. Sonra 1, 3, 5. 1, 3, 5 hansı ölkələr idi? Almaniya, Türkiyə, Avstraliya. Xarici iqtisadi əlaqələrində boru kəmər nəqliyyatının payı üstündür. Təbii ki, Avstraliya üçün bu keçərli deyil. Boru kəmər nəqliyyatı orada üstün deyil. Ona görə 6-da səhv cavabdır. Deməli, bizim doğru cavablarımız oldu 2, 3, 5, 77-nin doğru cavabı B variantıdır. Sual 78. AB xətti üzrə relyef profilini müəyyən edin. Biz bu verilənlər arasında kəsmə yüksəkliyi tapa bilərik. İndi bilmirəm oradan necə görsənir. Şəkildə yaxşı görsənmir. Serisi olduğu üçün. Deməli, buradakı rəqəm deyim sizə 140-dır. Burada 150-dir.
Biz kəsmə yüksəkliyi tapa bilərik. 150-dən 140-ı çıxarıq edər 10. Onu da bölərik aradakı məsafələrin sayına, yəni 4-ə. Taparıq ki, kəsmə yüksəkliyi 2,5 metrdir. Artıq biz A-nın hündürlüyünü təqribi müəyyən edə bilərik. Bura 150-dir, bura 152,5 olacaq, bura 155, bura 157,5, bura 160. Deməli, A-nın mütləq hündürlüyü 160-dan yuxarıdır. Sonra baxsaq profilə, biz çökəkliyə doğru enirik getdikcə. Sonra təzədən B-yə gəlib çatanda biraz hündürlük artır. Buradakı hündürlük də səhv etmirəmsə, bu 130 idi. Burada yaxşı görsənmir, amma 130-dur, səhv etmirəmsə. 130-dur, bəli. Deməli, B 130-la 132,5 arasında bir yerdədir. İndi profilə baxaq. Baxırıq, bizim profilimizə uyğun variant A variantıdır. Elə doğru cavab. Baxırıq ki, A dedi 160-dan böyükdür mütləq hündürlüyü və biz getdikcə çökəkliyə doğru enirdik. Sonra azca B-yə doğru yenə hündürlük artırdı və B-nin hündürlüyü 130-la 132,5 arasında bir yerdə idi. Deməli, 78-in doğru cavabı elə A variantıdır. Biz digərlərinə baxsaq görərik ki, səhvdir. Çünki B burada deyir 120-dir, ola bilməz. B 160-dan böyük ola bilməz. B burada deyir 140-dır, ola bilməz. Sonra burada da neçə dəfə qalxıblar, bir dəfə çökəkliyə eniblər, sonra təsindən qalxıblar, sonra yenə çökəkliyə eniblər, sonra təsindən qalxıblar. Bizim profilimizdə təbii ki, belə bir şey yox idi. Deməli, doğru cavab 78-də A variantıdır. Sual 79. Doğru olmayan ifadələri müəyyən edin deyir. Deməli, baxaq. 1. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxması eyni təbii vilayətin daxilindədir. Bu doğru ifadədir. Böyük Qafqaz vilayətinin tərkibindədir. Ona görə götürmürük. Çünki bizdən doğru olmayan ifadələri soruşur. 2. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilərdə filiz faydalı qazıntılar geniş yayılmışdır ifadəsi yanlışdır. Çünki Talış dağlarında filiz faydalı qazıntılar geniş yayılmayıb. Ona görə içini biz götürəcəyik. 3. Orta Araz əyilməsi zonasında qara metal xammalı hasil edilir. Bu da təbii ki, yanlış olduğu üçün götürəcəyik. 2, 3. Deməli, elə 79-un doğru cavabı Y variantıdır. Gəlin digərlərinə də baxaq. Kür dağarası çökəklik zonasında arid denudasiya ilə formalarına rast gəlinir ifadəsi doğrudur. 5. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesləri aktiv şəkildə özünü göstərir. Təbii ki, orada sürüşmə aktivdir. Deməli, 79-un doğru cavabı Y variantıdır. Keçdik 80-ci suala. Deməli, doğru sıraları müəyyən edin deyir. Baxırıq, Qoruq və ya Milli Park Göygöl, yerləşdiyi inzibati rayon Göygöl, bəli, yerləşdiyi fiziki coğrafi rayon Gəncə, doğrudur. Mühafizə edilən komponentlər Qarmaqvari, Şam, bir doğrudur, biri götürülür. 2. Türyançay, Ağdaş inzibati rayonunda yerləşir, bəli. Fiziki coğrafi rayon olaraq Ceyran çöl acını oradadır, doğrudur. Mühafizə edilən komponentlər ardıc və saqqız ağacıdır, 2-ni də götürürük, doğrudur. 3. Qızılağac İmişlidə deyil, Qızılağac Lənkəran, Masallı, Neftçala rayonları ərazisindədir. Deməli, 3 səhvdir, götürmürük. 4. Şirvan. Şirvan, Salyan və Neftçala rayonlarının ərazisindədir. Deməli, 4 də səhvdir. 5. Qaragöl Zəngilanda deyil, Laçındadır. Ona görə 5 də səhvdir. 6. Ağgöl Ağcabədidədir. Bəli, fiziki coğrafi rayon olaraq Küraraz. Mühafizə edilən komponentlər su quşları. 1, 2, 6 doğru cavabımızdır. 80-in doğru cavabı D variantıdır. 81-ci sual çox asan sualdır. Ümid edirəm ki, hər biriniz bu sualı doğru cavablandırmışsınız deyəcəkdim, amma burada görürəm ki, bu kimdirsə səhv cavab yazıb, təəssüf ki. Deməli, horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyi müəyyən edin. Baxırıq ki, dağın dik yamacı, horizontallar bir-birinə yaxın yerləşdikcə dağın dikliyi artır, biz bilirik və bu cənub-qərb istiqamətindədir. Baxın, cənub-qərb istiqamətində, yəni doğru cavab A variantıdır. Kəsmə yüksəkliyi də necə tapırıq? 370-dən 340-ı çıxırıq, edir 30 və aradakı məsafələri sayırıq 3, 30-u 3-ə böləndə edir 10, yəni doğru cavab 81-də
A variantıdır. Keçdik 82-ci suala. 82-ci sualda uyğunlaşdırma sualıdır. Uyğunlaşdırma sualları vaxt aparan olur. Ümumiyyətlə mən bu suallara göz gəzdirdim. Suallar rahatdır, ancaq vaxt aparan suallardır. Yəni kəşke bu qədər vaxt aparan suallar salınmasaydı. Amma belə ümumiyyətlə götürəndə çox da belə çətin suallar deyil, sadəcə vaxt aparan suallardır. Abituriyentlər üçün də vaxt aparan sualları bu qədər salmaq bilmirəm nə qədər düzgündür. Deməli, baxırıq suala. Uyğunluğu müəyyən edin. Xüsusiyyət 1 dəmiyə ikinciliyi üstünlük təşkil edir. Suvarım 2 suvarım gəlin baxaq. A-da yazır mərkəzi düzənliklər. Deməli bu gedəcək 1-ə. Bəli, mərkəzi düzənliklərdə dəmiyə ikinciliyi üstünlük təşkil edir. Sonra Cənubi Avropada suvarmadan əsasən yay mövsümündə istifadə olunur. Bəli, Cənubi Avropa bildiyimiz kimi subtropik iqlim qurşağında yerləşir və subtropikdə yayda tropik hava kütləsi hakim olduğu üçün suvarmaya ehtiyacı olur. B-ni yazırıq 2-yə. 3. Skot yarımadası təbii şəraitə ikincilik üçün əlverişsiz ərazisidir. Təbii ki, soyuq olduğu üçün. C-ni yazırıq 3-ə. Şərqi Asiya ümumiyyətlə heç birinə aid deyil. Alyaska yarımadası da yenə soyuq yer olduğu üçün təbii şəraitə ikincilik üçün əlverişsizdir. Deməli 82-nin doğru cavabı baxaq görək 1-ə A, 2-yə. Burada baxaq bircə dəqiqə. 1-ə A, 2-yə B, 3-ə C-yi 82-nin doğru cavabı B variantıdır. Sual 83. Sual 83 də kifayət qədər asan sualdır. 83-ü yazaq. Deməli, exalotdan göndərilmiş səs siqnalının birinci çökəkliyinin dərinliyinə gedib qayıtma müddəti 3,6 saniyədir. Gəlin ardın oxumadan elə davam edək. Deməli, biz dərinliyi tapmaq üçün, birinci çökəkliyin dərinliyini tapmaq üçün 3,6-nı bölürük ilk öncə 2-yə. Çünki biz bilirik ki, səsin suda yayılma sürəti 1500 metrdir. Gedib qayıtmanı nəzərə almalıyıq. Ona görə 3,6-nı biz ilk öncə 2-yə bölürük. Edir 1,8. 1,8-i də biz 1500-ə vururuq səsin suda yayılma sürətinə. Deməli, birinci çökəkliyin dərinliyi oldu 2700 metr. İkinci çökəkliyə isə 5,2 saniyə olmuşdur. Bu səfər 5,2-ni biz böləcəyik 2-yə. Edəcək 2,6, sonra 2,6-nı vurmalıyıq 1500-ə. O da edər 3900. İndi bizdən aradakı fərqin neçə metr olduğunu soruşur. 3900-dən biz 2700-ü çıxsaq, aradakı fərqi taparıq ki, 1200 metrdir. 83-ün doğru cavabı. Keçdik 84-cü suala. Deməli, 84-cü sualda uyğunluq deyir pozulmuşdur. Bir uçqun mənşəli göldür Göygöl, lakin yerləşdiyi ərazi Şahdağ silsiləsi deyil. Deməli, 84-də bir də uyğunluq pozulub. 2. Axmaz sarı su, lakin Muğan düzü yox, Mil düzü olmalıydı. 2-də də uyğunluq pozulub. 3. Vulkanik Qaragöl, vulkanik yayla. Burada uyğunluq gözlənilib. 4-də buzlaq Acınohur deyil, buzlaq mənşəli göl deyil. 4-də uyğunluq pozulub. 5. Uçqun mənşəli göldür Maral göl və Murovdağdadır. Relikt mənşəli göldür Masazır, Abşeron yarımadasındadır. 1, 2, 4 doğru cavablardır 84-ün cavabında. Sual 85-ə keçid edirik. Doğru ifadələri müəyyən edin. 1. İslandiya və Yapon adaları litosfer havaların divergent sərhədində yerləşir. İslandiya bu səhv ifadədir. Hər ikisinə aid olan xüsusiyyət deyil. Yapon adaları bircə dəqiqə. Deməli, Yapon adaları konvergentdədir, lakin İslandiya divergentdədir. Deməli, bu səhv ifadədir. 2. Filippinin sahilləri yalnız bir okeanın suları yuyur ifadəsi doğru olduğu üçün biz onu götürürük. Qalaharidə qum duyunları geniş yayılmışdır. Bəli, Qalahari səhrasında qum duyunları geniş yayılıb. 4. Alp dağlarını Qrinviç meridianını kəsdiyi üçün Alp dağlarını Qrinviç meridianını kəsmir. Doğru deyil. 5. Atlas dağları Alp-Himalay qırışıqlığı zonasında yerləşir ifadəsi doğrudur. Makdoniel və Hamersi dağları qırışıq faylı dağlar hesab edilir. Yanlışdır. Qırışıq faylı dağlar
değildir. Deməli 85-in doğru cavabı oldu 2, 3, 5. Keçdik 86-cı suala. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının düzgün verildiyi məntəqələr. 1. 60 dərəcə şimal enliyinə heç vaxt minimum düşmə bucağı 60 dərəcə ola bilməz. Ona görə bir doğru cavab deyildir. 2. 26 dərəcə cənub enliyinə minimum düşmə bucağı deyil 40,5 dərəcədir. Gəlin bunu hesablayaq. Görək düzmü deyirlər. Deməli sual 86. Biz deməli bunu necə edirdik? 90 dərəcədən çıxırdıq. Mötərizə içərisində coğrafi enlik 26 dərəcə. Üzərinə gəlirdi 23,5'i. O da bərabərdir 40,5. Mən birbaşa cavabı yazacağım. Vaxt getməsin. Deməli 2 doğrudur. 2 doğrudur. 3'ü hesablayaq. Deməli nə deyir? 34 dərəcə şimal enliyinə 80 dərəcə minimum düşmə bucağı. Bu ola bilməz çünki 80 dərəcə maksimum düşmə bucağına yaxındır da. Yəni heç vaxt minimum düşmə bucağı bu qədər ola bilməz axı. Ona görə 3'ü hesablamağa ehtiyac yoxdur 3'ü. 4'ü hesablaya bilərik amma. Gəlin 4'ü hesablayaq. Yenə maksimum düşmə bucağı 90 çıxılsın. Coğrafi enlik 45 dərəcə üzərinə günəşin zenitdə olduğu enlik. O da bərabərdir. Birbaşa yenə cavabı yazacağım 21,5 dərəcə. Burada isə deyir ki 48,5 dərəcədir. Deməli bu yanlışdır. Biz 4'ü götürmürük. 5'ə baxırıq. 5'i də yenə hesablayaq. 90 dərəcə çıxılsın. Coğrafi enlik 38 plus 23,5 o da bərabərdir 28,5. Deməli 5 də doğrudur. Keçdik 6'ya. Yenə 90 dərəcə çıxılsın 31 plus 23,5 o da bərabərdir. Birbaşa yenə cavabı yazacağım. 35,5. Deməli 2, 5, 6 bizim doğru cavablarımızdır 86'nın cavabında. Keçdik 87-ci suala. Deməli, mübahisəli sual. Uyğunluğu müəyyən edin. Deməli, güvən vəsaitində Skandinaviya dağlarını verir Kaledon qırışıqlığı, hertzini vermir. 2024-cü ilin nəşridir. Lakin bunlar kitabda Kaledon və hertzin məktəb dərsliyindən gedir söhbət təbii ki. Kaledon və hertzin yazdıqları üçün məktəb dərsliklərindən gedirlər. Yəni D və S-ni də götürüblər. Skandinaviyanı, yəni Kaledon həm də hertzin qırışıqlığında yaranıb deyirlər. Ona görə 3'ə biz D və S-ni aid etməliyik. Sxota Alin. Deməli, Sxota Alin 2 mil qırışıqlığında yaranıb. Biri aiddir B. Krım Alp qırışıqlığıdır. Təbii ki, cavan qırışıqlıqdır. Cavan dağ olduğu üçün cavan qırışıqlıqda yaranıb. A getdi 2'yə. 3'ü də bayaq dedik. D və S-ni yazmalıyıq. Elə götürürlər çünki. Deməli, 87'də oldu 1'ə B, 2'yə, 3'ə D və C yox. Bəli, elə bildim bir an budur. Yox, D və C. Keçdik situasiya tapşırıqlarına. Deməli, sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edin. Gəlin baxaq. Ovallıqda yerləşən A məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə cənub enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 73,5 dərəcə olur. Gəlin biz bu verilənlərdən günəşin hansı enlikdə zenitdə olduğunu ilk öncə tapaq. Yəni buna əsasən 40 dərəcə cənub enliyinə deyiri 73,5 dərəcə bucaq altında düşür. Həmin biz verilənlərdən tapa bilərik ki, günəş hansı enlikdə zenitdədir. Bunun üçün məntəqənin yerləşdiyi coğrafi enlikdən, yəni 40 dərəcədən çıxırıq.
Mötərizə içərisində maksimum düşmə bucağı 90-dan 73,5-i çıxmalıyıq. O da bərabərdir 40 çıxılsın 16,5. O da bərabərdir 23,5 dərəcə. Tapdıq ki, Günəş 23,5 dərəcəlik cənub enliyində zenitdədir və biz A məntəqəsinin yerləşdiyi coğrafi enliyi də tapa bilərik. Çünki Günəşin zenitdə olduğu enliyi bilirik. A məntəqəsinə Günəş şüalarının düşmə bucağını bilirik. Gəlin tapaq, 23,5-dən çıxmalıyıq. Mötərizə içərisində maksimum düşmə bucağı və həmin məntəqəyə Günəş şüalarının düşmə bucağını. 23,5 çıxılsın 83,5. O da bərabərdir -60. -60 o deməkdir ki, yəni Günəşin zenitdə olduğu yarımkürədə yox və əks yarımkürədədir. Yəni 60 dərəcə şimal enliyindədir. İndi gəlin davam edək. A məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə irəlidir. Biz 80 dəqiqəni dərəcəyə çevirək. 80-i bölək 4-ə. Çünki biz bilirik ki, 1 dərəcə 4 dəqiqədir. 80-i 4-ə böləndə 20 dərəcə edir və Bakı da 50 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün 50-nin üzərinə gələrik 20 edər 70 dərəcə şərq uzunluğu. Deməli, məntəqənin coğrafi koordinatları oldu 60 dərəcə şimal enliyi, 70 dərəcə şərq uzunluğu. Deyir, məntəqənin aid olduğu ölkədə, artıq bu ölkəni biz bilirik, Rusiya ölkəsidir. Rusiya. Aid olduğu ölkədə həm platforma, həm də geosinkronal ərazilər vardır. Bu ölkə bol sulu çaylar və şirin sulu göllərlə zəngindir. Onun insibati ərazi quruluşu Avstriya ilə eynidir. Ölkənin ərazisində həm əsas, həm də keçid iqlim qurşaqları yayılıb. Bu ölkədə müxtəlif geoloji eralarda yaranmış dağlara rast gəlinir. Ölkədə onun ərazisinin böyük hissəsinin aid olduğu qitənin, yəni Avrasiyanın, daha doğrusu Asiyanın, qitə deyir çünki, Asiyanın ən ucqar şimal və şərq nöqtələri yarımadalarda yerləşir. Təbii ki, ucqar nöqtələr Çelyuskin burnu ilə Dijinyor burnundan gedir söhbət. İndi 88-də nə deyir? Mətnə əsasən A məntəqəsi və onun yerləşdiyi ölkəyə aid xüsusiyyətləri müəyyən edib cədvələ yazın. İndi soruşa bilər orada Rusiya ölkəsində hansı çaylar var, hansı göllər var. Çaylara aid ola bilər, yaza bilərsiniz. Ob, sonra Peçora çayı var, Lena çayı var, Yenisey çayı var, Koluma. Yəni çaylar çoxdur, yazıla bilər. Göllər də həmçinin çoxdur. Baykal gölü var, Onego var, Ladoqa var və s. Xəzərdə yazmaq olar hətta. Başqa soruşa bilər, inzibati ərazi quruluşundan söhbət gedirdi mətndə. İnzibati ərazi quruluşuna görə soruşa bilər, federativ ölkədir. Əsas və keçid iqlim qurşaqlarını soruşa bilər. Əsas və keçid iqlim qurşaqlarına Rusiyada hansılarına rast gəlinir? Subarktikə rast gəlinir. Subarktik keçiddir. Mülayimə rast gəlinir. Bu da əsas iqlim qurşağıdır. Daha sonra yenə platformalardan soruşa bilər. Qərbi Sibir, Şərqi Avropa, daha sonra yenə geosinkronal əraziləri soruşa bilər. Sonra nədən gedirdi söhbət, başqa nələr yazmaq olar? Yəni artıq cədvəldə nə veribsə ona uyğun yazmaq olar verilənlərə görə və ya saat qurşaqları Rusiya ölkəsinin ərazisində daha çoxdur. Rusiya qərbdən şərqə doğru böyük məsafədə uzandığına görə ərazisində saat qurşaqları çoxdur. Yəni Rusiya ölkəsində ümumiyyətlə bir çox xüsusiyyətlərə aiddir, yəni yazmaq olar. 89-da nə deyir? A məntəqəsinin yerləşdiyi ölkə Rusiyadır. Onun ərazisində yerləşən yarımadalar, yenə yarımadalar da çoxdur. Kamçatka yarımadası var, Taymır yarımadası var, Çukot var, Yamal var və s. Mezozoy yaşlı dağları müəyyən edib deyir, yazın. Mezozoy yaşlı dağlarda Verxoyansk silsiləsi var, Çerski, Sxote Alin,
yazmaq olar. Yenə 90-da da yenə mətn əsasən A məntəqəsi və yenə 88-lə eynidir. Yəni artıq bu sualları da ümid edirəm ki, yaxşı yazmısınız. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, nəticələriniz yaxşı olar. Bu günlük bu qədər. Gələn izahlarda görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. Sağ olun.